Salam aleykum, yeni mənəm sizlə, sizin Uля. 28 sentyabr, 5 oktyabr həftəlik bürüşlər yaxın əyləşin, baxıb bəyənin. Qoçlar, həftəyə uzaqdan gələn xəbərləriniz var. Həm də yəni səyahət və səfər də göz önündə olacaq. Bəlkə də gözlədiyiniz o xəbəri alacaqsınız. Bəli, hüquqi, sənət məsələləriniz varsa, burada çox hərəkətli, aktiv həftəlik uğurlarınız var. Yəni arxasınıza düşüb həll edin. Merkuri və Yupiter arasında sərt açı, yəni əlaqə var. Sizi ailənizlə sevdikləriniz arasında qalmaq probleminiz ola bilər. Təmir, tədilət, yəni məişət problemləri çox göz önündə olacaq. Hətta bununla bağlı sevdiyiniz yaxud da həyat yoldaşınızla problemlər yaşaya bilərsiniz. Sakit olmağa məsləhət odur ki, sakit olasınız. Və Güney ay düyümü ilə həmçinin Venüs ilə qovuşumu var, Güney ay düyümünün. Bu da sizə keçmiş mövzuların göz önünə gəldiyini sübut edəcək. Yəni sizin keçmişdə olan bu yarımçıq qalmış və yaxud da yadınızdan çıxmış məsələlər bir-bir üzə çıxacaq. Sağlığınıza fikir verməniz məsləhət görür. Çünki sağlıqla bağlı problem yaransa dərhal həkimə müraciət edin. Və buğallar, pul aktivdir, pul mövzuları bu həftə sizi çox narahat edə bilər və sevindirə də bilər. Kredit, borc söhbətləriniz var, heç kəsə borc verməyin. Bu, təkrar deyirəm, Merkuri-Yupiter əlaqəsi sizin işlədiyiniz insanlarla bağlı biraz münasibətlərə fikir vermənizi məsləhət görür. Sağlamlığınızda bel, böyrək, sinir ağrıları sizi bu həftə narahat edə bilər. Xahiş edirəm, həkimə müraciət edin. Manipulyasiya oluna bilərsiniz. Yəni sizi idarə etməyə çalışacaq doğmalarınız olacaq. Ayıq-sayıq olun. Ailə və sevgi münasibətlərində isə biraz sakit olun. Sevgi münasibətlərində xüsusən keçmişdə yaşadığınız sevginiz və münasibətiniz varsa, bax onun aranızda bir keçmişdən ilə qalmış problemlə bağlı söz-söhbət ola bilər. Əgər bu problemi çözməsəniz, və yaxud da yumuşaq davranmasanız, o sevgidə, əlaqədə bitişlər ola bilər. Həm də uşaqlarınızla bağlı gözəl söhbətlər, mövzular aktivdir və bu aktivləşdirməni daha da aktiv edə bilərsiniz. Bəli, əkizlər, həftəyə ikili münasibətlər varsa, bu münasibətlərdə söz, qanqaraçılıq, narahatçılıqlar ola bilər. Bu sərt açı ki var, bu sizə sərt dərəcə var, əlaqə var. Bu sizə, yəni pulla bağlı yora bilər, pul söhbətləri gündəmdə ola bilər. Uşaqlarınızın ani gələn pul xərcləri ola bilər, uşaqlarınızın sağlamlığına diqqət edin. Güney ay düyümü və Venüs qovuşumu isə ata-ana mövzusunda, ailə və yaxud da yoldaşınız, həyat yoldaşınız, sevginiz arasında bu münasibətlərdə bir balansı saxlamaq məsləhət görür. Bəli, onların arasında qala bilərsiniz. Çalışın tək tərəfli olun. Heç kəsin tərəfini saxlamayın, yəni. Xərçənglər həftəyə sağlamlığına fikir verəcək bürüşlər arasındasınız. Üst tənəffüs yolları, qrip, angina, laringit, faringit, bu kimi problemləriniz ola bilər. Rəsmi dövlət qurum işlərində, yəni işləriniz varsa, sənət problemləri, yəni sənət işləriniz varsa, bu sayədə sizi narahatçılıq yarada bilərlər, ləngidə bilərlər. Özünüzlə ailəniz arasında bağlı mövzularda da sakit olun, evdə, belə deyim də, mehriban olun, çöldə səhv olun. Siz biraz tərs edirsiniz, amma olmaz. Pul xərc borçlarına diqqət edin. Yolculuq və səfər var. Bunu yola çıxarkən xüsusən maşınınıza və yaxud da ki, biletinizə, sənətinizə fikir verin. Hansısa bir də ki, bu həftə hansısa yalanınız üzə çıxa bilər. Çalışın, səmimi və düzgün olasınız. Və aslanlar və yaxud da şirlər həftəyə biraz ikili münasibətlərdə başlanğıclarla başlayır. Bəli, yeni tanışlıq, yeni bir fikir və yaxud da keçmişdən tanıdığınız insanla yenidən qovuşmaq və yaxud da yenidən bir başlamaq kimi mövzular aktivdir. Əylənməyə, vaxt keçirtməyə, bu şeylərə ayıracağınız vaxtınız çoxdur. Sakit və relaks olun. Bu həftə hər insan dediyinizə fikir verin və bir də ətrafınızda danışılanlara da doğru, düzgün qulaq asın. Hər eşitdiyiniz eyni şey, yəni səhv də ola bilər. Dedikodudan uzaq durun, sakit və yumuşaq olun işdə də, evdə də. Və Güney ay düyümü Venüs əlaqəsi pul evinizə çox təsir edəcək. Pul az gələcək, amma elə az da xərcləmək lazımdır. Hər sahədə. Yəni iş sahəsində də, sevgi sahəsində də sakit və relaks qalmağa fikir verin. Və qızlarla davam edirik. Həftəyə ailə mövzuları, ev mövzuları, bu mövzular çox aktivdir. Merkuri-Yupiter əlaqəsi gözlənilməz qaynaqlardan pullar gəlməyini göstərir və bir də evlə bağlı, ailə ilə bağlı və ya sevdiklərinizlə bağlı pul xərcləriniz çox ola bilər. Heç ani olan problemlər ola bilər. Sizdən bu həftə çox borc istəyə bilərlər. Ehtiyatlı olun. Məsləhətim ondan yanadır ki, verməyin. Çünki bu pulun geri qayıtmaq kimi bir şansı yoxdur. Sağlığınıza fikir verin. Mədə bağırsaq infeksion xəstəliklərinə, qarın boşluğu, ağrılarına diqqət edin. Və maddiyyat kontrollu davranın. Bir daha deyirəm, keçmiş mövzular üzə çıxa bilər münasibətlərinizdə. Qərar verməyə tələsməyin, gözləyin. Siz analiz edib tez qərar verməyi sevirsiniz, amma bu zaman gözləmək lazımdır. Zaman gözləmə zamanıdır. Və tərəzilər həftəyə olduqca çox aktiv ünsiyyətlə və ticarətlə məşğul olanlarda çox gözəl xəbərlər var.
həm də ekstra yolculuq və səfərlər var. Merkur-Yupiter sərt əlaqəsi var. Bu dərəcə, bu əlaqə ata-ana, valideyn və yaxud da işdə rəhbərlik arasında bir əngəllər yaradacaqlar sizə. Çalışın sakit durmağı bacarın. Manipulyasiya etmək vaxtı deyil bu həftə və bütün keçmişdəki söhbətlərin bir daha gün üzünə çıxmağa görsənir. Dəyərsizlik hissi bu həftə sizi çox incidəcək. Çalışın ağlınıza gələn, fikrinizə gələn bu şeylərdən biraz uzaq durasınız. Gündəlik adi olan bir məişətdə alınan problemləri elə oradaca qoyun qalsın, gələcəyə daşımayın. Baxıb bəyənməyi, ulduz və bayrağı toxunmağı unutmursunuz. Xeyirli uğurlu olsun.